Salam, Eduventos Az platformasında qeydiyyatdan keçmək üçün qeydiyyatdan keç düyməsinə klik etmək lazımdır. Sistemdə iki tip qeydiyyat mövcuddur. Şagird qeydiyyatı və valideyn qeydiyyatı. Şagird kimi qeydiyyatdan keçmək üçün şagird qeydiyyatı düyməsinə klik edirik. Qarşımızda şagirdin qeydiyyat formu görünür. Burada biz şəkil yükləməli, ad, soyad, ata adı və mobil nömrəmizi daxil etməliyik. Şəkil yükləmək vacib deyil. Bunu daha sonra profil redaksiyası ilə də etmək mümkündür. Məlumatları doldurduqdan sonra növbəti düyməsinə klik edirik. Burada şagird qeydiyyatının ikinci mərhələsi bizi qarşılayır. Biz burada yaşadığımız regionu, görmək istədiyimiz sinifi, xarici dili və şifrəmizi təyin edirik. Əgər hər hansı referal vasitəsilə sistemə girmişiksə, bu zaman promo kodu daxil etmək lazımdır. 9 və daha yuxarı siniflərdə qrup seçimi məcburidir. Şərtlər və qaydalarla razılığımızı, qeydiyyatdan valideyn nəzarəti altında keçdiyimizi bildiririk. Digər iki seçim məcburi deyil. Oxuyaraq könüllü şəkildə seçə bilərik. Əgər reklamları və digər bildirişləri qəbul ediriksə. Qeydiyyat düyməsini seçək. Qarşımızda qeyd etdiyimiz nömrəyə göndərilmiş OTP kodu yazmaq üçün bölmə gəldi. Burada biz OTP kodumuzu qeyd edirik. Artıq hesabımız hazırdır. Biz daxil ol bölməsindən hesabımıza giriş edə bilərik. Platformanın funksiyalarından yararlanmaq üçün abunəlik almağımız kifayətdir.